Salamünaleyküm değerli izleyiciler. Hər biriniz xoş gəlmisiniz. Bugün sizinlə bərabər Kostyum MHBS 20 sönəli bölümü olan gəlir bölməsi ilə bağlı 5 ballıq tapşırığın işlənilməsini izah edəcəyik. Belə ki, gəlin vaxt itirmədən məsələmizə keçid edək. Tapşırıq hal-hazırda ekranımızda görsənir. Məsələmizi öncəliklə ümumi olaraq oxuyaq və daha sonra sualları incələyək və həllinə keçid edək. X şirkəti notebook satışı ilə məşğul olan şirkətdir. Həmçinin X şirkəti öz müştərilərinə satdığı hər notebooka görə əməliyyat sisteminin, yəni Windows'un quraşdırılması xidmətini də hədiyyə edir. Notebookun satış dəyəri 1400 AZN-dir. X şirkəti kənar müştərilər üçün hansı ki notebooku X şirkətindən almayıb, həmin şəxslərə əməliyyat sisteminin quraşdırılması xidmətini də 100 manat təklif edir. 2015-ci il ərzində 250 nəfər müştəri X şirkətinə müraciət edib. Müraciət edənlərdən 200 nəfər X şirkətindən notebooku alıb, əməliyyat sisteminin üzərinə hədiyyə edilib. 50 nəfər isə yalnız əməliyyat sisteminin quraşdırılması xidmətini alıb. X şirkəti təqdim etdiyi mal və ya xidmətlərin ödənişini dərhal qəbul edir. Sualımız bəsitdir. 31 dekabr 2015-ci il üçün notebookların satışından gəlir nə qədərdir və əməliyyat sisteminin quraşdırılmasına gəlir nə qədərdir? Əziz yoldaşlar, görürsünüz ki, bu ümumi olaraq bir mürəkkəb əməliyyat qrupuna daxil olan bir məsələdir. Məsələmizdə bir müqavilə qiymətinin içərisində həm notebook satışı icra edirik, həm də əməliyyat sistemi. Nəzərə almaq lazımdır ki, əgər müştərimizə notebook satırıqsa, yanında əməliyyat sistemini zaten hədiyyə edirik. Ona görə də müştərilərimizlə bağladığımız müqavilənin dəyəri notebookun öz qiymətinə bərabər olacaqdır. Yəni qısası, müqavilənin dəyəri bizim üçün 1400 manata bərabərdir. Gördüyünüz üzrə hansı kompüterlər satış qiymətinə bərabərdir. Lakin biz hər hansı bir müştəri gəlib bizdən bir kompüter aldığı zaman ona yalnız kompüter deyil, həm də əməliyyat sisteminin quraşdırılması xidmətini təqdim edirik. Yəni 1400 manatın içərisində yalnız kompüter deyil, həm də sistemin quraşdırılması xidməti yer alacaqdır. Bəs biz nə bilək ki, 1400 manatın neçə faizli hissəsi kompüterin satışına, neçə faizli hissəsi isə sistemin quraşdırılmasına aiddir. Bu səbəbdən biz qısa formada bir potensial gəlir müəyyənləşdirməliyik. Yəni, əgər ki, biz bunu adi bazar şəraitində kompüteri və sistemi müştəriyə təqdim eləsəydik, ondan nə qədər pul alardıq? Gəlin bunu hesablayaq. Potensial gəlirimiz, yəni kompüterlə servisin ümumi dəyəri 1400 ilə 100 manatın cəminə, yəni 1500 AZN-ə bərabərdir. Bəs görəsən, kompüter və servis bu ümuminin dəyərində neçə faiz yer tutur? Proporsiya müəyyənləşdirməliyik. Proporsiya bizim üçün bərabərdir kompüter üçün 1400 bölünsün 1500 ki, bu da bizim üçün 93% kimi bir ifadə verir. Həmçində servis üçün də eyni proporsiyanı müəyyənləşdirsək, görək bu bizə nə qədər verəcəkdir. Deməli, servis isə bərabərdir 100 bölünsün 1500. Bu da 100-ün 1500 ilə bölünməsi zamanı 7% verəcəkdir. Bunları faiz olaraq göstərsək, konkret olaraq bu cür faiz verəcək. Mən bunu yuvarlaq götürəcəyəm. 93% və 7% olaraq müəyyənləşdirək. Bu faizlər bizim üçün əslində çox əhəmiyyətlidir. Niyə? Çünki bayaq dediyim kimi, əgər hər hansı bir müştəri gəlib bizdən bir ədəd notebook alsa, o zaman satdığımız notebookun dəyərinin 93% gedəcək kompüter satışından gəlirə, 7% isə gedəcək əməliyyat sistemindən gəlirə. Yəni bu servis ifadəsini dəyişək yazaq, əməliyyat sistemi. İndi bizə deyir ki, 250 nəfər müştəri müraciət edib. Bunun 200-ü notebook alıb, yanında da əməliyyat sistemi quraşdırmağı ona hədiyyə eləmişik. 50 nəfər isə yalnız əməliyyat sistemi alıb. Yalnız əməliyyat sistemi alanlarla bağlı bir problemimiz yoxdur. Onlar gəlirlər, hərəsi bayaqlar qeyd etdiyimiz kimi 100 manat pulunu verir və gedir. Ona görə gəlin müəyyənləşdirək. Yalnız əməliyyat sisteminin satışından gəlirimiz 100 AZN-i müvafiq olaraq vuracağıq 50 nəfərə. Bu da bizim üçün 5000 manat verəcəkdir. Yəni, yalnız əməliyyat sisteminin satışından biz 5000 manat gəlir əldə eləmişik 50 nəfər üzərindən. Bəs 200 nəfər də axı müraciət eləmişdi. Həmin 200 nəfərə isə həm notebook satmışdıq, həm də əməliyyat sistemi. Yəni, notebookdan gəliri müəyyənləşdirə bilmək üçün biz proporsiya müraciət edəcəyik. Yazırıq, notebook və əməliyyat sisteminin birgə satışından gəlir. 200 nəfər müraciət edib və biz onlara neçə manat təqdim eləmişdik? 1400 manata. 1400 AZN-i müvafiq olaraq vururuq 200 nəfərə. Bu isə eləyəcəkdir 280 min manat. Yəni notebook və əməliyyat sisteminin birgə satışından 280 min manat gəlir əldə eləmişik. Lakin bu 280 min manatın hamısı nə notebooka aiddir, nə də əməliyyat sisteminə. Biraz əvvəl müəyyənləşdirdiyimiz faizləri məhz bura tətbiq eləyəcəyik. Yəni yazırıq, notebook satışından gəlir 280 minin 93%, 283 min 93% eləyəcək 260 min 400. Yəni deyirəm, mən bunu yuvarlaq olaraq götürdüm. Bu olacaq bizim birinci sualımızın düzgün cavabı. Və bu birgə satışın içərisində əməliyyat sisteminin tutduğu hissəyə baxırıq. Əməliyyat sisteminin satışından
gəlir. Bu da 280 binin 7% deməkdir. 280 binin də 7% bizə verəcəkdir 19.600 manat. İndi gələk işin digər maraqlı tərəfinə. Biz birinci sualın cavabını tapmışıq. Yalnız notebook satışından gəlirimiz 260.400-dür. Amma əməliyyat sisteminin satışından gəliri 2 hissəlidir. 1. Notebookun içində əməliyyat sistemini alanlar başqadır. Ayrıca əməliyyat sistemini alanlar başqadır. Ayrıca əməliyyat sistemini alanlar 5.000 manat gəlir qazandırıb bizə. Notebookun içərisində alanlar isə 19.600 gəlir qazandırıb. O zaman yazırıq, cəmi əməliyyat sisteminin satışından gəlir 5.000 plus 19.600. Bu iki ifadənin cəmi də eləyəcəkdir 24.600 manat. Totalda ikinci sualımızın cavabı da məhz 24.600 manata bərabər olacaqdır. Bu qədər əziz yoldaşlar. Biz sizinlə bərabər 23 nömrəli gəlir standartı ilə əlaqəli 5 balıq tapşırığın həllinə baxdıq. Bu kimi videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağ olun, salamat qalın.